İran-İsrail müharibəsini ilk gündən diqqətlə izləyən dəyərli izləyicilərimiz, sizin üçün mühüm bir xəbərimiz var. İlk növbədə üstəgəl düyməsini vurmaqla kanala abunə olun. Mən isə keçim xəbərə. Deməli, bu yeganə müharibələrdən biri oldu ki, 12 gündən sonra atəşkəslə bağlı razılığa gəlindi. Amma kim qalib gəldi, kim məğlub oldu? Hələ də siyasi analitiklər, ekspertlər, politoloqlar bunu aydınlaşdıra bilməyiblər və fikirlər də müxtəlifdir. Rusiyalı politoloq Aleksey Naumov hesab edir ki, İsrail müharibəni uduzub. Dürüst olsaq, İsrail İranla münaqişəni uduzdu. Dünən proqnozlaşdırdığım kimi tərəflər atəşkəsi dayandırmaq qərarına gəldi. İran simasını xilas etmək üçün hücumlara keçdi. ABŞ da bu keçidi qəbul etdi. Rusiyalı politoloq Naumov belə düşünür. İsrail bu kampaniyaya iki məqsədlə başlayıb. İranın nüvə proqramını aradan qaldırmaq və ölkədə rejim dəyişikliyinə nail olmaq. Bu məqsədlərin heç birinə nail olunmadı və Tehran müdafiə tərəfi kimi yalnız müqavimət göstərdi. Nüvə proqramının böyük bir hissəsi məhv edilsə də, İran zənginləşdirilmiş uranı, texniki təcrübəsini, siyasi rejimini özündə saxlayır və siyasi iradə ilə onun nüvə proqramı orta müddətli perspektivdə canlandırıla bilər. Üstəlik, İran görürdü ki, İsrail hər an zərbə indirə bilər və yalnız nüvə silahı təhlükəsizliyin zəmanətidir. Ölkə daxilində isə radikalların mövqeləri sözsüz ki, daha da gücləndi. Qeyd edək ki, dəyərli izləyicilər, İranla İsrail arasında 12 günlük müharibədən sonra bugün səhər saatlarında atəşkəs razılığı əldə edilib. Xəbəri bəyənib paylaşın ki, daha geniş auditoriyaya çatımlı ola bilək.